Tədbirdə ziyalılar, elm və mədəniyyət nümayəndələri, oxucular və ədəbiyyat-sevərlər iştirak ediblər. Çıxışlarda müəllifin ədəbiyyatımıza verdiyi töhfələrdən, bədii yaradıcılığından, milli mənəvi dəyərlərin təbliğindəki xidmətlərindən bəhs olunub. Qeyd edilib ki, uzun illərdir bədii yaradıcılıqla məşğul olan Təranə Arif qızının əsərlərində vətənpərvərlik, milli kimlik və mənəvi zənginlik əsas mövzular sırasında yer alır. Yazıçının müxtəlif illərdə nəşr olunan kitabları oxucular tərəfindən maraqla qarşılanıb və ədəbi mühitdə özünə məxsus yer tutub. Sonda şair publisist çıxış edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib. Tədbirdə yubileyara hədiyyələr təqdim olunub. Yaradıcılıq gecəsi saz ifaları ilə davam edib. Qeyd edək ki, Təranə Arif qızı Zərif Qadınlar Ədəbi Məclisinin təsisçisi, Qarabağda 44 gün, Sözün bayatı rəngi, Nə qədər ki insan var və digər 10 kitabın müəllifidir. Təranə xanım Azərbaycan qadınına xas olan bütün incəlikləri özündə əks etdirən bir xanımdır. İstər bədii baxımdan, istər poetik baxımdan onun əsərlərində, onun kitablarında bu özünü əks etdirib. Zərif Qadınlar Ədəbi Məclisinin rəhbəri və təsisçisidir. Bununla da o Naxçıvan ədəbi mühitində yazıb yaradan şair qadınları, yazar qadınları bir araya gətirib. Bu böyük bir işdir. Yəni bəlkə də ötən əsrlərdə olub da ədəbi məclislər, məhz sırf belə deyək də xanımların fəaliyyət göstərən ədəbi məclislər, amma son illərdə belə bir təşəbbüs yox idi. Təranə xanımın Naxçıvana gəldiyim ilk günlərdən tanımışam demək olar və ilk günlərdən də yaradıcılığı ilə tanış olmuşam. İlk demək olar ki, yazılarını Nuxçıxana gətirirdi və o vaxt o yazılarda böyük bir ürək gördüm, duyğular gördüm. Əsl yazıçıya, şairə xas xüsusiyyətləri kəşf etmişdim. Sonra talih elə gətirdi ki, yaxından tanış olduq, dostlaşdıq, həm könül yoldaşı olduq, həm sənət yoldaşı olduq. Təranə xanım Naxçıvan torpağının yetirdiyi ən istedadlı insanlardan biridir. Bu həyatda mənim ən böyük qazancım yaradıcılığımdır. Araya ərsiyə gətirdiyim 10 kitabımdır. Yəni, məni oxucularıma tanıtdıran, məni insanlara sevdirən, elə bilirəm ki, yaradıcılığımdır. Və bu gün, bu doğum günümdə, mənim yubileyimdə, yaradıcılıq gecəmdə, mənim yanımda olan bütün insanlara belə özəl gün mənə yaşatdıqları üçün hər kəsə minnətdaram. Acı oldum, sərt danışdım ara bir. Təranə Arif qızına yeni yaradıcılıq uğurlar arzusuyla Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər. Salamlayım dünyanı. Baxın görüm, qalıbmıdır düz yanım.